Allah olmayan yerdə bərəkət yoxdur. Şəbli bir gün, Şəbli böyük arif idi. Hər yerə bunun avazəsi yayılmışdı. İstəyirdi elə yerlərə səfərə getsin ki, bunu tanıyanlar olmasın. Biraz rahat olsun. Gəldi bir yerə çatdı, bu da qoca kişi, üstündə də heç nə yox. Malı, mülki, hesabı yox. Gəldi, girdi bir dənə çörək dükanına. Fikirləşdi da müsəlman diyarıdır da bir dənə çörək dükanı. Çörək dükanının sahibinə salam verdi, o da buna əleykə salam. Dedi oğul, mən müsafirəm, üstümdə də pulum yoxdur. Allah adına, Allah rızasına əl içi boyda mənə bir tikə lavaşından, çörəyindən ver. Açdıq mənə əldən salmasın. Bunu deyən kimi o dükan sahibi narahat oldu. Çıx get, gündə ilə tökülürsüz bura, belə dilənürsüz, belə nə? Şəbli başını saldı, aşağı çıxdı getdi. Şəbli gedəndə bir nəfər bu dükanda var idi. Dükan sahibinə dedi, bildin o adam kim idi? Dedi, yox. Dedi, mən onu görmüşəm. O Şəblidir. Dedi, düz deyirsən. Dedi, hə. Qaçdı, dalıca çatdı ona. Nə qədər yalvardı ki, gedək qonağım ol, belə sənə xidmət edim. Şəbli dedi, ehtiyac yoxdur. Dedi, bax, sənə xatir, hətta bu şəhərin nə qədər kasıb-küsubu var, onları dəvət edib şam verəcəm, infaq da verəcəm onlara, maddi yardım da eləyəcəm. Amma qəbul eləməyəm qonağım olmaqlığa. Şəbli gördü ki, da kim təqir fuqaranı da dəvət eləmək istəyir, qayıtdı. Qayıtdı, bu adam da şəhənbaz adam idi. Qayıtdı, gecə evində bir möhtəşəm mərasim elədi, düzdür, füqaranın da hamısını yığmışdı ora, imkanlıları da yığmışdı, məşhurları da yığmışdı. Oturdular yeməkdən zatdan sonra, birdən bunlardan biri soruşdu, Şəbli, bir dənə sual vermək olar, dedi, buyur. Dedi, Şəbli, cəhənnəm əhlinin xüsusiyyəti nədir? Şəbli başını qaldırdı, dedi, cəhənnəm əhlinin xüsusiyyəti budur. Allah adının hörmətinə bir ovuc qədər adama çörəyi qıymaya, Şəblinin şöhrətinə görə bu boyda mərasim təşkil edir. Cəhənnəm əhlinin xüsusiyyəti budur. Allah adına görə əl içi boyda çörəyə qıymaya.